Salam xanım, taksi gözləyirsiniz? Salam, bəli, əslində taksi gözləyirəm, amma nəsə gəlmir. Hansı tərəfə gedirsiniz? Bax, Sovetən. Elə mən də ora gedirəm. Gəlin sizə aparım. Olar. İqor, mənə bir məsləhət ver. Kim mənlə tanış olur, bir həftədən sonra qaçıb gedir. İndi mən təzə oğlanla tanış olmuşam. İmkanı çox yaxşıdır. Nədir elə eləyim ki, daimi mənlə qalsın? İndi diqqətlə mənə qulaq as. Yəni bütün oğlanlar nəyə görə qaçır? Sən birinci görüşdə demisən ki, nə Dubai istəyirəm, Porsche istəyirəm, qızıl al, nə al. Restorana gedəndə bütün bahalı yeməkləri sifariş vermirsən. İndi gəlirsən ora, özünü tam sakit, tam tox aparırsan, bahalı yemək sifariş vermirsən və ən əsası biz oğlanlar belə balaca qısa jestləri xoşlayırıq. Şot gələndə deyərsən ki, ver mən ödəyim. Təbii ki, o deyəcək ki, ödəmə mən ödəyəcəm, amma sən onun gözündə ucalmazsan, başa düşdün? Çox sağ ol ki, məni belə gözəl restorana dəvət eləmisən. Səni sevindirməyə mənə xoşdur. Gəlin indi mən hesabı ödəyim, sonra gedək biraz gəzək. Gedək. Qardaş, olar sizin? Oyda, biz sənə konkret yeyib içdik ya. Gəl mən ödəyim. Əslində olar.